Sükutun dili zamanın yaddaşı, sətral sirlər və ya sirlər açan açar. Onun adı kitabdır. Biz mi onu oxuyuruq, yoxsa o bizi, bu da ayrı bir dünyadır. Həqiqət budur ki, onun məxsusi bir cazibəsi, güclü bir sevgisi var. Və zaman da dönə-dönə sübut edir ki, bu sevgi bitməzdi. Bugün də bu sevgidən, dolayısıyla böyük bir məbədin təməlindən, daha dəqiqi 100 ilin qədim bir kitabxanasından, Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi elmi kitabxanasından danışırıq. Burada hər vərəq, hər sətir bir alim kimi danışır. Burada susqunluq yoxdur, yalnız biliklərin xışıltısı var. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası bugün ölkəmizdə Mirzə Fətəli Axundzadə adına Milli Kitabxana sonra ikinci mühüm kitabxana mərkəzi hesab olunur. Bizim Azərbaycan Akademiyasına aid olan kitabxana sözün əsl mənasında bugünkü mərhələdə yüksək səviyyədə təchiz olunmuş elektron kitabxana adını həm işdə, həm də fikirdə tam təsdiq edir. Məlum olduğu kimi, Mərkəzi Elmi Kitabxana 1925-ci ildə yaradılıb, lakin ondan əvvəl 1923-cü ildə Azərbaycanlı Tədqiq və Tətbiq Cəmiyyəti yaradılıb və Tədqiq və Tətbiq Cəmiyyətinin tərkibində biblioqrafik büro yaradılıb. Sonra 25-ci ildə Tədqiq və Tətbiq Cəmiyyətinin idarə heyətinin qərarına əsasən kitabxana yaradılıb və kitabxananın adı olub Kitabxana və Biblioqrafik Büro. Həmin ildə bu kitabxana yaradılarkən, kitabxananın fondunda kitab sayı cəmi 400 ədəd olub. Sonra bu kitabxana çox sürətlə inkişaf edib və artıq ictimaiyyətin tələblərinə uyğun olaraq bu kitabxana ilin sonunda, həmin 25-ci ilin sonunda artıq 20 minə sayı gəlib çatmışdır. Professor Aleksandr Vasilyeviç Baqrinin rəhbərliyi ilə təsis edilmiş biblioqrafik büro kimi fəaliyyətə başlamışdır. 100 yaşlı Mərkəzi Elmi Kitabxananın 102 yaşlı biblioqrafiya şöbəsinin adı müxtəlif illərdə dəyişdirilmişdir. 1959-cu ildə Məlumat Biblioqrafiya şöbəsi, 1967-ci ildə Elmi Biblioqrafiya, 1973-cü ildə Elmi Texniki İnformasiya şöbəsi və 2015-ci ildə isə Biblioqrafik Sorğular bölməsi və nəhayət 2020-ci ildən etibarən Biblioqrafiya şöbəsi adı ilə adlandırılmışdır. 2024-cü ildən etibarən şöbə iki bölmə ilə Elmi Biblioqrafiya və Biblioqrafik İnformasiya xidməti bölmələri ilə fəaliyyətini davam etdirir. Şöbə fəaliyyətinin bütün dövrlərində elmi biblioqrafik əsərlərin yaradılmasına xüsusi diqqət yetirmişdir. Hələ keçən əsrin 20-ci illərindən etibarən kitabxana tərəfindən elmi biblioqrafik əsərlərin yaradılması, yəni Azərbaycanın tarixi, ədəbiyyatı, təbiəti, təbii sərvətləri haqqında biblioqrafik sorğular, biblioqrafik göstəricilər və eyni zamanda icmallar tərtib edilmişdir. (1923-cü ildə əsası qoyulan bu kitabxana Azərbaycan elminin ilk böyük yaddaş otağı idi. O zaman cəmi bir neçə min kitabdan ibarət fond, bir neçə otaq vardı. Amma bu otaqlarda toplanan biliklər gələcəyin minlərlə alimini yetişdirəcək toxumlar idi. Azərbaycan Tədqiq və Tətbiq Cəmiyyəti 1923-cü ildə Nəriman Nərimanovun təşəbbüsü ilə yaradılmış bu cəmiyyət Azərbaycanın təbii sərvətlərini, iqtisadiyyatını, tarixini, fəlsəfəsini, incə sənətini və s. sahələri öyrənən elmi mərkəzidir.
Sədri Əbdürrəhim bəy Haqverdiyev olan cəmiyyətdə Səməd ağa Ağmalıoğlu, Tağı Şahbazi, Cəlil Məmmədquluzadə və s. bu kimi dəyərli ziyalılarımız fəaliyyət göstərirdi. Bizim kitabxanamızın bu il 100 yaşı tamam olur. 100 il bundan öncə bu kitabxananın bünövrəsini qoyan bizim görkəmli alimlərimiz, mütərəqqi ziyalılarımız bu kitabxananın zənginləşməsi üçün, fondunun genişlənməsi üçün çox böyük zəhmətlər çəkmiş, çox böyük əmək sərf etmişlər. Hərdən mənə elə gəlir ki, bu fondda, bu kitabxananın divarları arasında o alimlərin ruhları dolaşır. Çünki onlar elə bir şövqlə, elə bir həvəslə bu işə girişmişdilər ki, onu unutmaq, onları yad eləməmək bugün günah olardı. ...2025-ci il tariximizdə xüsusi əhəmiyyət daşıyan bir ildir. Çox sevindirici haldır ki, bu il dövlət başçısının sərəncamı ilə milli mətbuatımızın 150 illik yubileyi qeyd olunur. Eyni zamanda elmimizin inkişafında müstəsna rol oynayan, ölkənin nüfuzlu kitabxanaları sırasında yer alan Mərkəzi Elmi Kitabxananın bu il 100 yaşı tamam olur. Bir əsrlik missiyası ilə tarixdən gələcəyə körpü salan bu elm məbədi xalqımızın milli sərvətidir. Mərkəzi Elmi Kitabxananın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi də məhz bu elm məbədində PR işinin düzgün istiqamətdə qurulmasına, Azərbaycanın elmi, mədəni həyatındakı rolunun ictimaiyyətə düzgün çatdırılmasına xidmət eləyir. Bizim kitabxana həm də bir elmi xidmət müəssisəsidir. Akademiyanın əsas elmi ideoloji mərkəzlərindən biridir. Bildiyiniz kimi Azərbaycan Milli Elm Mərkəzinin kitabxanası 2014-cü ildə Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən ən müasir layihələr əsasında tikilib akademiyaya hədiyyə edilmiş bir kitabxanadır. Həm xarici görünüşü etibarilə, həm də strukturu və elektron imkanları ilə bizim kitabxana ilə müstəqil dövlətdə bir ölkələr arasında akademiyadan kitabxanalarından müqayisə oluna biləcək yox. Bizim kitabxana başqa respublikaların ölkə kitabxanası ilə, milli kitabxanası ilə müqayisə oluna bilər. Bu gün üçün artıq bizim kitabxananın fondunda 1,5 milyona yaxın kitabımız vardır. Onlar müxtəlif fondlarda cəmləşmişdir və o fondlarından Azərbaycan dilində ədəbiyyat fondu, xarici dildə ədəbiyyat fondu, dissertasiya və tərifatlar fondu, sonra Qarabağ Qəhrəmanları fondu.
Nadir Kitablar Fondu və digər bir fondumuz da Heydər Əliyev Azərbaycan Dövlətçilik şöbəsində fondlar var ki, orada da Ulu Öndərin dişisini öyrənən kitablar, onun haqqında yazılan, Cənab Prezident və Mehriban xanımın haqqında yazılan kitablar o fondda qorunub saxlanılır və oxuculara təqdim olunur. Kitabxanamızın fondunda milyon yarımdan çox kitab var. Keyfiyyət cəhətcə Azərbaycanda mən deyərdim ki, yeganə kitabxanadır. Çünki mən uzun illər Milli Kitabxanada da çalışmışam. İndi 10 ildən artıq da bu kitabxanada çalışıram və fondlara yaxşı tanışam, yaxşı bələdəm. Ona görə deyə bilərəm ki, yəni bu kitabxananın fondu həqiqətən doğrudan çox zəngin kitabxanadır. İndi dayandığımız bu fond Azərbaycan dilində ədəbiyyat fondudur. Burada 100 mindən artıq kitab qorunur, kitab saxlanılır. Azərbaycanda 4 əlifba olub tarixən. Bu 4 əlifbanın 4-ündən də bizdə kitablar var. Ərəb qrafikası ilə, Latın qrafikası ilə, Kiril qrafikası ilə və hal-hazırda yeni Latın qrafikası ilə kitablar qorunub saxlanılır. On illər keçdikcə kitabxana böyüdü, fondları zənginləşdi. Buraya gətirilən hər yeni kitab xalqın elm yolunda atdığı addım deməkdir. Kitabxana tədricən sadə oxu zalından çıxıb böyük bir elmi mərkəzə çevrildi. Yalnız kitab oxunmadı burada. Burada ideyalar doğuldu, düşüncələr formalaşdı. Kitabxanamız zəngin fonda malikdir. Akademiyanın Mərkəzi Elmi Kitabxanasının fondlarında saxlanılan 1 milyon yarımdan çox kitabın deyərdim ki, 70%-dən çoxu elmi əsərlərdir. Kitabxanada bədii əsərlərlə müqayisədə elmi əsərlərin fondda çox olmağı bu akademik kitabxananın göstəricilərindən biridir. Və kitabxanamızın nadir kitablar fondunda isə təxminən 16-cı əsrdən bugünə qədər dünyanın müxtəlif ölkələrində çap olunan, saxlanılan və Azərbaycanda nəşr olunan nadir nəşrlər öz əksini tapmışdır ki, bunlar bizim elm adamlarımızın açıqdır. Bizim kitabxanamızda burada ən qədim kitablar mühafizə olunur. Deməli, fondumuzda ən qədim kitab 1502-ci ilə aiddir. Burada müəllif deməli, müxtəlif elm sahələri üzrə öz fikirlərini dərc eləmişdir. Nadir Kitablar Fondunda bizdə xeyli sayda kitablar qorunub saxlanılır, onlar xüsusi qutularda saxlanılır və bizim kitabxananın ən kiçik kitabı da həmin nadir fonddadır. Ölçüsü 3.5 sm-in 4.5 sm olan Yanka Kupalanın şeirlər kitabıdır və ən böyük kitabımız da həmin fondda saxlanılır. Onun da ölçüsü 54 sm-in 64 sm olan Ərdəbil xalçalar kitabıdır. Və o fondda digər Firuzə Qaşlı kitabımız da var ki, orada saxlanılır. Hansılar ki, xüsusi qorunmalıdır, onlar xüsusi qutularda saxlanılır. Belələr də var ki, rahat vərəqləmək olar, hansılara icazə var, yəni onları rahat vərəqləmək olar, amma o kitabları biz kənar oxucu zallarına vermirik. O kitablar yalnız öz zallarında, yəni işçilərin nəzarəti altında istifadə olunur. Fondlarımızda müxtəlif saylarda kitablardır. Qarabağ Qəhrəmanları Fondunda 1500-ə yaxın kitab var.
Nadir Kitablar Fondunda 11 mindən yuxarı kitab, dissertasiya və tədqiqatlar fondunda 60 mindən yuxarı kitab. Fürsətdən istifadə edib deyim ki, yəni dissertasiya və tədqiqatlar fondu ayrıca fond olaraq ilk dəfə burada keçən il yaradılıbdır. Yəni 24-cü ildə yaradılıb. Çünki oxucularımız bilirsiniz ki, bizim əsasən elmi tədqiqatçılar olduğu üçün dissertasiya və tədqiqatlara daha çox müraciətlər olur. Ona görə də biz onu ayrıca fond kimi təşkil etdik ki, axtarışı, tapılması asan olsun və gəlib rahat şəkildə oxusunlar. Kitabxana hər bir xalqın intellektinin özülü bir növrəsidir. Kitabxanalar heç bir inteqrasiyaya uğramayan, heç vaxt dəyərini itirməyən misilsiz xəzinədir. Bu misilsiz xəzinəni qorumaq, təbliğ eləmək, gələcək nəsillərə ötürmək biz kitabxanaçıların çox vacib və müqəddəs vəzifəsidir. Mərkəzi Elmi Kitabxanada bir sıra şöbələr fəaliyyət göstərir, 20-dən yuxarı şöbədir. Şöbələrdən əsasən demək olar biblioqrafiya şöbəmiz biblioqrafik nəşrlə məşğuldur, reproqrafiya şöbəsi hansı ki, kitabların elektronlaşması ilə məşğuldur və avtomatlaşdırma şöbəsi var ki, onlar da elektron kitabxanada İRBİS proqramına həm xidmət göstərirlər, həm də elektron kitabxanaya kitabları yerləşdirirlər. Biblioqrafiya şöbəsində şəxsi biblioqrafik göstəricilərin tərtibi və redaksiyası, mövzu biblioqrafik göstəricilər və eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən cari ildə keçiriləcək dövlət əhəmiyyətli tarixi günlər və məşhur şəxsiyyətlərin yubileyləri ilə əlaqədar diyarşünaslıq xarakterli biblioqrafik göstəricilər çap edilir. Azərbaycan Milli Elmlər Akademiyasının rəissiyyət heyətinin qərarlarına əsasən şəxsi biblioqrafik göstəricilər Azərbaycan alimlərinin həyat və yaradıcılığını və ən əsası elmi nailiyyətlərini göstərmək məqsədi ilə 1964-cü ildən etibarən kitabxanaşünas alim Rasim Kazımovun təşəbbüsü ilə Azərbaycanın elm və mədəniyyət xadimləri seriyası adı ilə biblioqrafik göstəricilər çap edilməyə başlamışdır. Cari ildə isə bu seriyanın adı Azərbaycan Respublikasının elm xadimləri adı ilə əvəz edilmişdir. Sovet illərində elmi kitabxana Azərbaycanın ziyalılarının, alimlərinin ən çox üz tutduğu ocaq idi. Çünki hər yeni kəşf, hər yeni tədqiqatın kökü burada, kitabların səssiz dünyasında gizlənirdi. Bu kitabxana alimlərin sükutdakı səsini eşidən ünvanlardan biri idi. Demək olar ki, ölkəmizdə fəlsəfə doktoru və elmlər doktoru sertifikasiyası alanların böyük əksəriyyəti Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasından keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasında tədqiqat aparmayan, zəngin ədəbiyyata bələd olmayan, o mühiti görüb oradan çıxmayan alimlər mən hesab edirəm ki, tam da özünü mükəmməl elm adamı hesab edilməzdir. Bizim Şərq Ədəbiyyatı fondumuz var. Şərq Ədəbiyyatı fondunda elə kitablar qorunur ki, nəinki Azərbaycanda, bəlkə də dünyada onların tay bərabəri yoxdur. Əslində bizim kitabxanamız ilk yarananda Şərq Ədəbiyyatı fondu yaranıb və o Şərq Ədəbiyyatı fonduna dünyanın hər yerindən,
hər yerindən ən nadir incilər, ən nadir nüsxələr toplanılıb. Ən bahalı qiymətə alınan kitablar orada var. Xarici dillərdə ədəbiyyat fondumuz var. Xarici dillərdə ədəbiyyat fondunda 44 dildə kitablar var. Hazırda bizim kitabxana 90-dan çox dünyanın müxtəlif kitabxanalarıyla birbaşa elektron vasitələrlə əlaqə qurma imkanlarına malikdir. Son bir il ərzində Mərkəzi Elm Kitabxanada biz əsasən fəaliyyət istiqamətimizi elektron kitabxana istiqamətində qurmuşuq ki, bəzi oxucularımız vaxt tapıb bura gələ bilməsə, evdən oturub kitabları oxusunlar. Mən çox böyük qürur hissi ilə deyə bilərəm ki, son bir ildə artıq bizim 52 mindən yuxarı tam mətnli kitabımız var. Reproqrafiya şöbəsinin tərəfindən tam mətnə çevrilir. O da reproqrafiya şöbəsində müasir son skaner aparatlarının alınması nəticəsində həyata keçirilir və artıq bizim kitabxananın oxucu bileti ilə elektron kitabxanaya daxil olaraq o kitabların tam mətnli kitabları oxumaq mümkündür. PR işi ilə kitabxananın xidmətlərini, layihələrini, ənənəvi və virtual sərgilərini, beynəlxalq əməkdaşlığını MEK-in öz rəsmi saytında, Instagram, Facebook, Twitter platformalarında geniş auditoriyaya tanıtdırırıq. Mərkəzi Elmi Kitabxana hər zaman media ilə əməkdaşlığa xüsusi önəm verir. Belə ki, televiziya, radio, qəzet və onlayn media orqanları ilə mütəmadi olaraq əlaqələr saxlayırıq. Rəsmi sayt və sosial şəbəkələrdə kitabxananın fəaliyyəti barədə gündəlik demək olar ki, məlumatlar paylaşırlar. Mövzu biblioqrafik göstəricilərlə bağlı isə onu qeyd edə bilərəm ki, misal üçün 1970-ci ildə 1920-ci, 70-ci illəri əhatə edən Sovet Azərbaycanında Azərbaycan elmi və müstəqillik dövründən isə 2010-cu ildə Müstəqilliyə gedən yol Azərbaycan Xalq Cümhuriyyəti adlı 2021-ci ildə dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Nizami Gəncəvi 880 adlı biblioqrafik göstərici çapdan çıxmışdı. Eyni zamanda 1979-cu ildən başlayaraq ildə 4 dəfə rubrik olaraq 4 buraxılışla yeni kitabların biblioqrafik siyahısı adı ilə, müasir dövrdə isə adı dəyişdirilərək Mərkəzi Elmi Kitabxananın informasiya bülteni adı ilə əvəz edilmiş və bu bültenə deməli kitabxanaya daxil olan yeni ədəbiyyatın biblioqrafik siyahısı və eyni zamanda həmin 3 ay müddətində kitabxanada keçirilən tədbirlər haqqında məlumatlar öz əksini tapır. Bilirsiniz ki, Azərbaycanda ən böyük elmi kitabxana olaraq bizim kitabxanadır. Çünki bura Mərkəzi Elmi Kitabxanadır və bunun metodiki rəhbərliyi ilə bir neçə kitabxana fəaliyyət göstərir ki, o metodiki rəhbərliyi bizim kitabxana eləyir. Ölkədə ilk dəfə olaraq süni intellekt vasitəsilə səsli axtarış sistemi tətbiq eləmişik ki, yəni səsli axtarış sistemi ilə oxucu kitabın adını yazmadan səslə deyərək kitabları sifariş edib tapa bilir. Və digər tərəfdən də bizim kitabxananın saytında, elektron kitabxana bölməsində audio teatrlar var, səsli kitablar var, şeirlər var. İlk dəfə olaraq, kitabxana olaraq ilk dəfə inklüziv kitabxana biz yaratmışıq. Bizim elektron kitabxana vasitəsilə bizim oxu zallarından oxucularımız dünyanın 300-dən çox kitabxanasına, 60-dan da çox elektron bazasına tam ödənişsiz şəkildə daxil olaraq, onlar bizim həmin kitabxanalarla ölkələrlə müqavilələrimiz əsasında yerinə yetirilib. Tam daxil olaraq o bazalarda yerləşən kitablardan da oxuya bilərlər. Yəni, bu da o deməkdir ki, bizim kitabxanada milyon yarıma yaxın kitab olmasına baxmayaraq, oxucularımız üçün 100 minlərlə kitablar əl çatandır.
Bir əsrdir ki, bu divarlar içində minlərlə fikir səslərə çevrilib, minlərlə səs isə sözə, elmə dönüb. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası 100 il boyunca yalnız kitabların deyil, həm də insan talelərinin şahidi olub. Bura sadəcə kitab saxlama yeri deyil, millətin elmi yaddaşı, milli kimliyimizin qorunan xəzinəsidir. Akademiyanın Mərkəzi Elmi Kitabxanası həm Azərbaycan elminin tarixini öyrənmək üçün zəngin imkanlara, mənbələrə malikdir. Həm də Azərbaycan elminin gələcəyini görmək üçün bu kitabxananın oxu zallarına baxanda onu aydın təsəvvür etmək mümkündür. Bu kitaba maraq, kitabxanaya maraq, mütaliə marağın bu qədər artdığını görmək Azərbaycan elminin sabahı haqqında real düşünmək deməkdir. Onu da qeyd edeyim ki, Mərkəzi Elmi Kitabxana ölkənin bir sıra televiziya, radio, qəzet, saytları ilə birgə layihələr həyata keçirir və bu layihələrdə bizim MEK-in əməkdaşları layiqincə iştirak eləyirlər. Şöbəmiz tərəfindən Mərkəzi Elmi Kitabxana mətbuatımızın güzgüsündə adlı kitab albom hazırlanıbdır bu il. Düşünürəm ki, hazırlanan bu kitab həm milli mətbuatımızın 150 illiyinə, həm də Mərkəzi Elmi Kitabxananın 100 yaşına layiqli töhfələr sırasında yer alacaq. Bizim Mərkəzi Elmi Kitabxana Akademiyanın əməkdaşlarıdır, qazilərdir, şəhid ailələrdir, sonra təqaüdçülərdir. Bunları çıxmaq şərtindən digər oxular üçün ödənişli əsaslarla həyata keçirilir. Keçən ildən belə bir təşəbbüslə çıxış eləmişik ki, hər ayın ilk 2 iş günü açıq qapı günü elan edirik. Tam ödənişsiz şəkildə ölkədə kim hansı kitabı istəyir gəlib oxuya bilər. Bugün bizim kitabxananın 100 yaşı olur, yubileyimizdir. Bu təkcə bizim kitabxananın, kitabxanaçılarımızın bayramı deyil. Bu bütün Azərbaycan elminin, Azərbaycan elminin fədailərinin bayramıdır. Biz çalışmalıyıq ki, Azərbaycan elminin inkişafında kitabxanaların rolunu azaltmayaq. Kitabın verdiyi biliyi heç bir internet, heç bir başqa məlumat vasitələri verə bilməz. Kitabxanamızın bugünkü kollektivi kitabxanamızda həm klassik kitabxanalarını qoyub saxlayırlar, həm də dünyada gedən kitabxana ilə bağlı, elektron kitabxana ilə bağlı müasir prosesləri izləyib, onları demək olar ki, ən münasib olanlarını oxucu üçün, tədqiqatçı üçün zəruri olanlarını tətbiq edib. Bizim bu dayandığımız zalda diplomatik cüşə fəaliyyət göstərir. Həmin cüşədə 26 dövlətdən çox dövlətin səfirlikləri tərəfindən bizim kitabxanaya təqdim olunan kitablar həmin cüşədə sərgilənir və xaricdən gələn qonaqlarımız üçün bu cüşə çox maraqlı olur. Sevindirici halda qeyd edim ki, Əziz Səncər dünya şöhrətli alim, Nobel mükafatçısı keçən il Azərbaycanda səfərdə oldu və onun özün istəyi ilə Əziz Səncər məhz bizim kitabxananın qonağı oldu və mənim üçün çox şərəfli oldu ki, Əziz Səncərin bu kitabxanada ən böyük bəyəndiyi güşələrdən biri Qarabağ Qəhrəmanları fondudur. Dedik ki, kitabxana həm də yaddaşı və zamanı özündə qoruyur. Bir də var, bütöv bir milləti qorumaq üçün sinəsini sipər edənlər. Bu, onlardır. Qəhrəmanlığın cərgəsidir bu.
Vətən sevdasının bariz sübut timsalı şəhidlər. Onların xatirəsi hər yerdədir və hər yerdə onlara halaldır. Azərbaycan Milli Elm Akademiyasının Mərkəzi Elmi Kitabxanasının kollektivi də onları beləcə gözəl bir güşə ilə özündə yaşadır. Kitabxana ailəsinin diqqəti öz yerində. Şəhid ailələrinin özləri də onların kitab, jurnal, şəkil fərq etməz, əllərində olan bir parça nə xatirəsi varsa kitabxanaya etibar edirlər. Polkovnik leytenant, 44 günlük Vətən savaşının qəhrəmanı, antiterror əməliyyatının iştirakçısı şəhid Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimovanın gəlişi də çəkiliş günümüzə təsadüf elədi. Qürurlu və zərif Gülşən xanım qəhrəman şəhidimizdən bir xatirə payını kitabxanaya etibar etməyə gəlmişdi. Onun xatirələrini isə kitabxananın əməkdaşı, həm də digər bir qəhrəmanımız, şəhid polkovnik Babək Səmidlinin bacısı, kitabxananın əməkdaşı Röqsanə Səfərzadə qəbul edirdi. Tamamilə artıq şərsiz. Düşündüm ki, bu fonda həm yoldaşımın Unudulmazlar adlı belə bir jurnalın, onun həyatı, yaradıcılığı, döyüş yolu, çox gözəl şeirlər var. O şeirlər, çəkdiyi rəsmlər bu jurnalda göstərilir. Bir də belə bir kitabımız var, Ədəbiyyata qovuşan zəfər. Burada antiterror şəhidlərinin hər birinin demək olar ki, tərcümeyi halı var, döyüş yolu var, dostlarının xatirələri var. İstədim ki, bu kitablar da fonda mən hədiyyə eləyim, fondda qalsın. Gənclərimiz fonda gələndə bu kitablardan qəhrəmanlarımızın həyatı haqqında, döyüş yolu haqqında məlumat əldə etsinlər. Minnətdarıq sizə, təşəkkür edirik. Biz çox şad olduq ki, siz bizə şəhidimiz haqqında yazılan kitabı bizə təqdim etdiyiniz üçün sizə minnətdarıq. Çox sağ olun. Bu jurnal da, həmçinin bu kitab da bizim fondumuzun rəflərində daim yayımlanacaq, daim oxucularımıza təqdim olunacaq. Akademiyanın tarixində də ilk dəfə olaraq könüllü fəaliyyəti Mərkəzi Elmi Kitabxanada yerinə yetirilib. Yəni, keçən il ilk dəfə elan vermişik. 300-dən yuxarı tələbə və yaxud artıq məzun olanlar müraciət edib bizə. Onlar bizdə 3 aylıq təcrübə keçiblər və onların içərisindən də hansılar daha yaxşıdır, daha savadlıdır, xüsusən də ixtisasa uyğun gələnlərdən işlə təmin eləmişik. Kitabxana mühitində nəzəri biliklərdən əlavə təcrübi aspektdən təcrübi imkanlarım çox genişləndi. Eyni zamanda dünya görüş baxımından və mütaliə çox inkişaf etməyə başladı. Yəni kitabxana mühitində işləmək, bu mühitdə olmaq, oxucularla sıx əlaqədə qurmaq məncə bir çox gəncin xəyallarından biridir deyə düşünürəm. Mən əslində buraya gətirən bir növbədə mütaliə vərdişi olub. Onu demək istərdim ki, Mərkəzi Elmi Kitabxana bizim ölkəmizdə olan ən geniş elmi kitabxanadır və düşünürəm ki, hər bir gənc, hər bir tələbə, doktorant, oxucu burada istədiyi hər bir kitabı tapa bilər. Bu kitabxana çox müasir binadır və zallarımız çox genişdir. 2000-dən yuxarı oxucuya eyni zamanda xidmət eləyə bilərik. Kitabxanamızda çox sakit bir mühit hökm sürür. Bir çox universitetin tam yaxınlığında olduğuna görə həm seçirlər, həm də bu rahatçılıq bizə əminlik verir ki, oxucu bizi seçməlidir. Bir əsrin işığına çevrilmiş bu kitabxana əslində 1000 illərin mirasına söykənir. Burada saxlanılan hər kitab bir yol xatirəsidir. Hər vərəq isə bir insanın ümididir. Zaman dəyişir, texnologiyalar dəyişir, amma kitabın nəfəsi, elmə inam və bilik eşqi dəyişmir. Bu divarlar içində qorunan hər sətir gələn hər yeni nəsillərə çatır. Kitabxanamız klassika ilə müasirliyin qovşağındadır. Vəhdətini nümayiş etdirir. Kitabxanamızın 100 illik yubileyi təkcə kitabxana işçiləri yox, alimlərin bayramıdır. Yeni elmi nəsillərin
üçün əlamətlər tarixi hadisədir. Uğurlar üzrə. Mərkəzi Elmi Kitabxana yeniləşən cəmiyyətin inkişaf tendensiyasına və müasir elektron kitabxana qaydalarına uyğun olaraq oxucularına xidmət göstərir. Kitabxana əvəzsiz nemətdir. Kitabxanaları qorumaq lazımdır və mən arzu eləyirəm ki, bizim kitabxanamız hələ bundan sonra da neçə yüz illər yaşasın. Mərkəzi Elmi Kitabxananın İctimaiyyətlə Əlaqələr şöbəsi olaraq dövlət tərəfindən burada yaradılan yüksək şəraiti, ən son texnologiyalarla təmin olunmuş bu kitabxananı, buranın müsbət aurasını ictimaiyyətə düzgün təqdim eləyə biliriksə, əgər oxuculara kitabxananı sevdirə biliriksə, kitab oxumağa marağın artırılmasına biz də öz növbəmizdə dəstək ola biliriksə, özümüzü xoşbəxt saya bilərik.